İtalyan atalar sözündə deyilir ki, daha çox dinləyib, daha az danışmaq üçün iki qulağımız və bir dilimiz var. Gecəniz xeyir. 24 saata baxırsınız. Baku TV-nin studiyasında Xəyal Orucoğludur. Başlayaq əvvəlcə anonslardan. Prezident İlham Əliyev Avropa Parlamentini tənqid etdi. İtaliyanın Nazirlər Şurasının sədri Giorgia Meloni Azərbaycana rəsmi səfər etdi. İran Birləşmiş Ərəb Əmirliyini qanadlı raketlərlə hədəfə aldı. Gəncədə və Saray qəsəbəsində yollara niyə baxan yoxdur? Sakinlər aidiyyəti qurumlardan kömək istəyir. Digər xəbərlərimiz də var. Son 24 saatda baş verənləri 24 saatda diqqətinizə çatdırırıq. Beləliklə başladıq. İtaliyanın Nazirlər Şurasının sədri Giorgia Meloni Azərbaycana rəsmi səfər edib. Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qaravul dəstəsi düzülüb. İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni hava limanında Azərbaycanın baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni ilə təkbətək görüşü olub. Daha sonra Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni arasında geniş tərkibdə görüş baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Giorgia Meloni ilə geniş tərkibdə görüş olub. Bir daha, xanım baş nazir, nümayəndə heyətinin üzvləri, xoş gəlmisiniz. Bizim müxtəlif aspektlər üzrə mükəmməl danışıqlarımız oldu və indi danışıqlarımızı nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirəcək. İlk öncə bir daha bizimlə bir yerdə olduğunuz üçün sizə təşəkkür edirəm. Bu səhər, hətta dünəndən bəri necə də məşğul olduğunuzu bilirəm. Ermənistandan gələrək bizi ziyarət etməyiniz çox rəmzi məna daşıyır. Bu bir daha Azərbaycana doğru dost münasibətinin olmasını göstərir. Bizim də İtaliyaya eyni münasibətimiz var. Düşünürəm ki, sizin bugünkü səfəriniz strateji münasibətlərimizin inkişafında çox həlledici olacaq. Bir daha xoş gəlmisiniz. Çox sağ olun, hörmətli prezident. Burada olmaq mənim üçün şərəfdir və məndə məmnunluq hissi oyadır. Hesab edirəm ki, bura gəlmək vacib idi, çünki Azərbaycan İtaliya üçün çox vacib tərəfdaşdır. Lakin buna baxmayaraq, mənə məlum oldu ki, 2013-cü ildən bəri İtaliyanın baş naziri bura səfər etməyib və bu da mənə kifayət qədər qəribə görünür. Ona görə hesab edirəm ki, bu səfəri etmək həqiqətən vacib idi. Çünki bizim əməkdaşlığımız həqiqətən çox genişdir. Biz bir çox strateji sahələr üzrə əməkdaşlıq aparırıq. Əlbəttə ki, enerji, infrastruktur, bağlantılar və mədəniyyət sahələri var. İtaliya Respublikası Prezidentinin Azərbaycana səfəri həm də bizim mədəni əlaqələrimizin və universitet üzərində aparılmış işin nümayiş etdirilməsi nöqteyi nəzərindən əlamətdar bir hadisə oldu. Lakin hesab edirəm ki, biz həmişə birlikdə daha çox iş görə bilərik. Fikrimizcə, Azərbaycan bizim beynəlxalq müstəvidə xüsusi olaraq çətin vəziyyətdə olmağımıza baxmayaraq bizim strateji tərəfdaşımızdır. Eyni zamanda Azərbaycan körpü rolunu oynayır. Biz bu körpünün rolunu elan etmək istəyirik. Bu körpü buradan Aralıq dənizi regionuna qədər çox uzun bir körpü ola bilər. Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə dövlət başçısı bəyanatla çıxış edib, Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdən söz açıb. Bizim ölkələrimiz strateji tərəfdaşdılar. 2014 və 2020-ci illərdə strateji tərəfdaşlığa dair 2 bəyannamə imzalanmışdır və bizim münasibətlərimizin əsasını təşkil edən bu 2 sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bugün həyatda da öz əksini tapır.
və sizin bugün Azərbaycanda olmağınız bir daha İtaliya-Azərbaycan əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, siz bugün Ermənistandaydınız və Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək xüsusi bizim üçün məna daşıyır. Çox böyük rəmzi məna daşıyır. Eyni zamanda Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür. Bizim siyasi əlaqələrimiz bildiyiniz kimi ən yüksək səviyyədədir. Eyni zamanda ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir və bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac edilmişdir. Və bugün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub qaz dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir. Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni ilə birgə mətbuata bəyanatlarla çıxışı zamanı deyib. Dövlət başçısı Azərbaycanın İtaliya iqtisadiyyatında mövqeyini gücləndirdiyini vurğulayıb. Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi texniki əməkdaşlıq ümidvericidir. Bu barədə də bugün danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb. İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım baş nazir rəhbərliyi ilə uğurla inkişaf edir və Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub və bu barədə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə edilmişdir. Və əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, bunun da çox böyük tarixi var. Hazırda 130-a yaxın İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Və xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Və təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti Bakıda açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri olacaq, töhfəsi olacaq. Bizə verilən məlumata görə artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər olacaq, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar
Beləliklə bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir. Yer gəlmişkən qeyd edək ki, İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni'nin ölkəmizə rəsmi səfəri artıq başa çatıb. Mayın 4-də isə İrəvanda Avropa Siyasi Birliyinin sammiti başlayıb və sammitin açılış sessiyasında Prezident İlham Əliyev video bağlantı formatında çıxış edib. Dövlət başçısı çıxışı zamanı Avropa Parlamentini tənqid edib. Prezident İlham Əliyev qeyd edib ki, bütün Avropa institutları Ermənistan-Azərbaycan sülh prosesinə Avropa Komissiyası kimi eyni yanaşmanı nümayiş etdirmir. İndi isə Avropa Parlamentini götürək. Bu toplu sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi 6 ay sonra 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-una qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə təsəvvür edin, 5 il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu, cəmi 4 gün əvvəl bilərəkdən zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq, Azərbaycan Parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, Avropa Siyasi Birliyin zirvə görüşlərində biz öz fikirlərimizlə və narahat doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik. Mən sadəcə bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın. Yekun olaraq mən Baş nazir Paşinyanı Avropa Siyasi Birliyin zirvə görüşünü Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm və bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir və Ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir. Mən zirvə görüşünə uğurlar arzu edirəm. Sağ olun. Bəli, gördüyünüz kimi Ermənistanda Avropa Birliyinin zirvə görüşü keçirilir və bu istiqamətdə Azərbaycan prezidenti video bağlantı ilə İrəvanda çıxış eləyir. Digər ki, Avropa Parlamenti isə özünü daha çox güya təəssübkeş kimi göstərməyə çalışıb, Azərbaycan əleyhinə müəyyən bəyanatlar, müəyyən qətnamələr qəbul eləyir. Qafqaza sülh gəlməsi istiqamətində hər iki ölkə bir sıra addımlar atır, mühüm addımlar atır, amma Avropa öz xislətindən kənara durmaq istəmir. Daha dəqiqdəsi Avropa Parlamenti. Yəni burada bir haşiyədə çıxmaq olar ki, deyir, öz gözündə tiri görmür, başqa gözündə tük axtar. Yəni özündə bir aləm problemlər var. Dövlət başçısı bunu qeyd elədi. Nələr var Avropanın özündə? Həmin problemlər aradan qalxmır. Amma Azərbaycan öz ərazi bütövlüyünü təmin edib deyə bunları çox ciddi şəkildə görünür, narahat edir. Yeri gəlmişkən qeyd edim ki, bugünkü İrəvanda baş tutan bu zirvə görüşündə, Avropa Birliyinin bu görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa, Ukrayna prezidenti Volodymyr Zelenski və Kanadanın baş naziri Mark Carney'nin də çıxışları olub. Hər halda biz Avropa Parlamentinə çox tutarlı cavabla bax bu görüşdə çıxış etmiş olduq. Ermənistanın baş naziri isə öz növbəsində Nikol Paşinyan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümid edir. O bunu İrəvanda Avropa Siyasi Birliyinin sammitində çıxış edərkən bəyan edib.
Stat. Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Azərbaycana səfər etmək imkanım olacaq. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan sammitlərin keçirilməsi üçün biri-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib, deyə Paşinyan qeyd edib. Onun sözlərinə görə Avropa Siyasi Birliyinin sammitləri Ermənistan və Türkiyə rəhbərliyinin təmasları üçün də mühüm rol oynayıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ilə mənim ilk iki tərəfli görüşüm məhz Praqada Avropa Siyasi Birliyinin ilk sammiti çərçivəsində baş tutub. İndi isə Türkiyənin vitse-prezidenti Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün İrəvandadır və Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidenti olub deyə Paşinyan vurğulayıb. Gördüyünüz kimi Qafqazda sülh istiqamətində və sabitliyin olması istiqamətində çox mühüm addımlar atılır ən üst səviyyədə. Amma gərginlik arzusunda olanlar və müəyyən bir formada dünyada münaqişə arzulayan tərəflər görünür hələ də öz xislətlərindən kənar durmaq istəmirlər. Bugün görürük dünyada nələr baş verir. Münaqişələr, müharibələr və onların bitib tükənməyən problemləri. Və nə qədər də müəyyən siyasi cəhdlər olsa da, siyasi danışıqlar olsa da, hələ də öz həllini tapmayan çox ciddi problemlər var. Yaxın Şərq, ondan ötənki Rusiya-Ukrayna münaqişəsi və s. Yeri gəlmişkən, İranın Amerika Birləşmiş Ştatları ilə sülh planı yalnız hərbi əməliyyatlara son qoymağa yönəlib və nüvə məsələlərini əhatə eləmir. Az əvvəl elə-belə demədik, Yaxın Şərqdə hələ də sülh bərpa oluna bilmir. Bu barədə İranın Xarici İşlər Naziri Abbas Əraqçı deyib. Onun sözlərinə görə Tehranın təklif etdiyi 14 maddəlik plan yalnız müharibənin sona çatması üçün tədbirlərə aiddir. Bizim 14 maddəlik planımız yalnız müharibənin sona çatmasına yönəlib və nüvə məsələlərinə toxunmur. Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri İranın nüvə proqramı məsələsinin Amerika Birləşmiş Ştatları ilə mümkün danışıqların gündəliyinə daxil etməyə razı olduğunu yazıb. Onu da əlavə eləyək ki, digər bir məsələ də var ki, artıq Pakistan vasitəçiliyi ilə bu mesajın Amerika tərəfinə ötürüldüyü və Amerika tərəfindən də İrana bu 14 maddəlik təklifə bir cavab gəldiyi deyilir. Hal-hazırda İran tərəfi rəsmi qaydada bax bu cavabın nə olduğunu müzakirə edir və araşdırır deyə son məlumatlarda da bu öz əksini tapıb. Dediyimiz kimi, sülh istiqamətində müəyyən addımlara cəhdlər göstərilsə də, amma münaqişə hələ tam bitməyib. Səbəb də var. Çünki İran bugün Birləşmiş Ərəb Əmirliklərinə 4 qanadlı raketlə hücum edib. Bu barədə isə Birləşmiş Ərəb Əmirliyinin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, İran tərəfindən Birləşmiş Ərəb Əmirliyinə yaxınlaşan 4 qanadlı raket aşkar edilib. İranın dron hücumundan sonra Birləşmiş Ərəb Əmirliyindəki Füceyrədə neft hasilatında, təsisatında böyük yanğın baş verib. Görüntülər də əks olunub. Həmçinin rəsmi məlumatda da qeyd olunub ki, raketlərdən 3-ü Birləşmiş Ərəb Əmirliyinin ərazi suları üzərində vurulub, 4-cüsü isə dənizə düşüb. Birləşmiş Ərəb Əmirliyi Müdafiə Nazirliyi ölkənin müxtəlif yerlərində eşidilən səslərin raketlərin uğurla ələ keçirilməsinin nəticəsi olduğunu da təsdiqləyib. İran tərəfindən isə məsələyə münasibət bildirilməyib. İrandan fərqli olaraq Birləşmiş Ərəb Əmirlikləri hökuməti İran tərəfindən ölkəsi ərazisindəki mümkün və mülki infrastruktura edilən hücumlara sərt reaksiya verib. Birləşmiş Ərəb Əmirliyi Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında qeyd olunub ki, Birləşmiş Ərəb Əmirliyi hücumları qətiyyətlə qınayaraq bu hərəkətlərə cavab vermək üçün qanuni hüquqlarını özlərində saxladıqlarını bəyan edib. Bundan əlavə, mülki şəxslərin və obyektlərin hədəf alınmasının tamamilə yol verilməz olduğu vurğulanıb və bu cür hücumların dərhal dayandırılmasının da vacibliyi qeyd edilib. Birləşmiş Ərəb Əmirliyi bu hücumlara görə İranın tam məsuliyyət daşıyan tərəf kimi göstərib. Dediyimiz kimi, Yaxın Şərqdə münaqişə bitmək bilmir və bir tərəfdən sülh istiqamətində danışıqlar getsə də, İranla Amerika Birləşmiş Ştatları Pakistan vasitəçiliyi ilə müəyyən danışıqlarda, müəyyən məsələlərdə müzakirələr aparsa da, hələ də Yaxın Şərqdə gərgin vəziyyət qalır. Elə bu münaqişə başlayandan
Amerika Birləşmiş Ştatları ilə Avropa arasında da münasibətlər yaman soyuyub. Avropanın Trampın yaxın şərq siyasətinə dəstək verməməsi Ağ Ev liderini Avropalılara qarşı daha sərt addımlar atmağa bir növ vadar edib. Tramp indi deyir ki, Almaniyada olan Amerika Birləşmiş Ştatlar qoşunlarını Avropadan çıxarıram. Gedin, başınızın çarəsinə baxın. Almaniya kansleri isə dərhal fikirlərində U dönüşü eləyərək açıqlamalarını çox ciddi düzəliş vermək məcburiyyətində qalıb. İndi bu söhbətin axırı nə ilə nəticələnəcək, onu isə indidən demək biraz çətindir. Sizə kömək etməkdən məmnun olarıq deyə bilərdilər. Amma demədilər. Bu pis haldır. Xüsusilə Almaniya dəhşətli bir iş görür. Onlar mənim İranla bağlı bütün işlərimi tənqid etdilər. Mən soruşdum ki, İranın əlində nüvə silahının olmasını istərdinizmi? Kansler dedi ki, yox, istəmirəm. Mən də dedim ki, onda haqlıyam. Onun buna cavabı yox idi. Amerika Birləşmiş Ştatları prezidentinin bu narazı ifadələrindən bir gün sonra Pentagon, Amerika Birləşmiş Ştatlarının ən böyük Avropa bazası ilə bağlı qərar verdi. Vaşinqton, NATO-da müttəfiq olan Almaniyadan 5000 əskərini çıxaracağını açıqladı. İran müharibəsi ilə bağlı fikir ayrılığına Amerika Birləşmiş Ştatları ilə Almaniya, Avropa İttifaqı arasında tariflər məsələsində narazılıqlar da əlavə olundu. Almaniyadan Amerika Birləşmiş Ştatlarının 5000 hərbi qulluqçunun çıxarılmasının 6 ya da 12 ay müddətində başa çatdırılması gözlənilir. Almaniyada təxminən 40 minə yaxın aktiv xidmətdə olan Amerika Birləşmiş Ştatlar hərbçisi var ki, bu da Avropanın digər yerlərində olandan daha çoxdur. Birləşmiş Ştatlar qoşunlarının bir hissəsinin geri çəkilməsi baş versə, onda onların sayı təxminən 2022-ci ildən əvvəlki səviyyəyə qaytarılacaq. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi o vaxtki prezident Joe Bidenin hərbi qüvvələrin sayını artırmasına səbəb olmuşdu. Ona görə də Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Birləşmiş Ştatlar qoşunların bir hissəsini geri çəkirsə, o zaman Avropa öz müdafiəsini gücləndirməlidir. Bundan əvvəl də Boris Pistorius Almaniyada Avropanın ən güclü müntəzəm ordusunu qurmağı hədəflədiklərini bildirmişdi. Onun sözlərinə görə hərbiçilərin sayı ən azı 260 min nəfərə çatdırılmalıdır. Deməli, Trumpın qərarlarına qarşı tədbirlər görülürmüş. İndi baxaq ölkənin kanslerinə. Çünki o, Trumpın dediyi kimi Amerika Birləşmiş Ştatlarının İranla bağlı mövqeyini dəstəkləməmişdi. Amma indi sanki Merz həmin Merz deyil. Wir versuchen mit den unterschiedlichen Möglichkeiten, die wir haben, gemeinsam. Mən Trumpa dedim, əgər belə bir münaqişədə sizə kömək etməyimizi istəyirsinizsə, əvvəlcədən bizə zəng edərdiniz, bizdən soruşardınız. İndi də İranla bağlı məsələlərin həlli çətin bir vəziyyətdədir. Ümid edirəm ki, bu vəziyyətdən çıxış yolu tapa bilərik. Qəbul etməliyəm ki, Amerika prezidenti bu məsələlərdə bizdən fərqli baxışa malikdir. Lakin bu, Amerikalıların bizim üçün ən vacib tərəfdaş olduğu həqiqətini dəyişdirmir. Avropa və Amerikanın İrandakı münaqişəyə, Ukraynadakı müharibəyə son qoymaqla bağlı ortaq marağı var. Deməli, məsələ təzyiqdir. Trump necə NATO üçün hərbi xərclərin artırılması ilə bağlı digər üzv ölkələr təzyiq edirdisə, Amerika Birləşmiş Ştatlarının NATO-dan çıxacağı ilə təhdid edirdisə, indi də ərazinizdə olan hərbi qulluqçuların bir hissəsini çıxaracağam deyərək Almaniyaya təzyiq edir. Həmin bu təzyiqdir ki, Merz biz İranla müharibədə tərəf olmayacaq fikrindən bir müddət sonra həm də bildirdi ki, biz İranın Hörmüz boğazının blokadasına son qoymaq, naviqasiya sərbəstini təmin etmək üçün hərbi əməliyyatlara hazırıq, dedi. Bu, həm də söz olmadı. Əməldə özünü göstərir. Ərazilərdə minaların olduğunu müəyyən etdikdən sonra əvvəlcə ticarət gəmilərinin keçə bilməsi üçün marşrutu təmizləməliyik. Minaların yerləşdirmə sıxlığı bütün prosesin nə qədər vaxt aparacağını müəyyən edəcək. Hörmüz boğazında dəniz nəqliyyatının bərpa olunması üçün ətraflı planda müzakirə olunur. Deməli, Almaniya Hörmüz sularında Birləşmiş Ştatların maraqları naminə işlərə qol qoyacaq. Əvəzində isə Ukrayna ilə bağlı təhlükəsizlik zəmanətlərində Birləşmiş Ştatların iştirakı tələbi qoyulacaq və ya digər istəklər olacaq. Üstəlik 9 aprel 10 may tarixləri arasında Almaniyada 3600-dən çox Birləşmiş Ştatlar hərbçisinin iştirakı ilə təlim keçirilir. Yəni bunlar heç də Birləşmiş Ştatların Almaniyadan hərbçilərini çıxaracağına işarə deyil. Amma bəzi detallar var ki, bu narahatlıq yaradır. Almaniyadan qoşunların çıxarılması məsələsi prezident Trump da daxil olmaqla bəzi siyasətçilərin hamımıza təhlükəsizlik zəmanəti hissi verən ənənəvi, qəbul edilmiş qaydalardan fərqli bir yanaşmadır. Bu daha bir xəbərdarlıq siqnalıdır.
Hətta Tusk bu fikirlərə sakitləşmədi. Sosial media hesabında daha kəskin bir fikir yazdı ki, transatlantik icma üçün ən böyük təhlükə onun xarici düşmənləri deyil, ittifaqımızda davam edən daxili parçalanma meyilləridir. Bəs NATO bu daxili parçalanma söz-söhbətlərinə nə deyir? Almaniyada qüvvələrlə bağlı qərarın təfərrüatlarını anlamaq üçün Amerika Birləşmiş Ştatları ilə birlikdə çalışırıq. Bu fikirlər Avropanın müdafiəyə daha çox sərmayə qoymağa davam etməsi və ortaq təhlükəsizliyimiz üçün məsuliyyətin artırılmasını zəruri edir. Ötən il müttəfiqlərin ümumi daxili məhsulun 5%-ni hərbi sahəyə ayırması barədə razılığından sonra irəliləyiş müşahidə edirik. Daha güclü bir NATO ilə daha güclü bir Avropaya doğru dəyişiklik davam edir. Amma burada bir məsələ də var. Avropa və xüsusilə də Almaniya hərbi sahəyə daha çox pul ayıracaqsa, öz ordusunu gücləndirəcəksə, sabah Vaşinqtona deməz ki, mən artıq səninlə bir cərgədə durmuram, özümün tam müstəqil, güclü ordum var. Məncə burada məqsəd Almaniya və Avropanın silahlanmaya daha çox pul yatırması üçün daha çox təzyiq göstərməkdir. Amerika Birləşmiş Ştatları bilir ki, NATO-nun Avropa üzvlərinin, xüsusilə də Almaniyanın silahlanmanı genişləndirməsi onların daha çox real muxtariyyət qazanmaları demək deyil. NATO Amerika Birləşmiş Ştatlarının qlobal dominantlığını qorumaq və öz maraqlarını təmin etmək üçündür. Deməli, Trump yenə də qorxudur. Bununla da istəyini alır. Ona İranla bağlı dəstək lazım idi. İndi də bunu almaq üçün təzyiqlər etdi. Narazı tərəflərin razılığını aldı. Daha sonra Birləşmiş Ştatlar Mərkəzi Komandanlığı CENTCOM Hörmüz boğazında kommersiya gəmiləri üçün naviqasiya azadlığını bərpa etməyi hədəfləyən azadlıq layihəsini təsdiqlədi. Layihəyə idarə olunan raket esminestləri, 100-dən çox təyyarə, çox məqsədli pilotsuz platformalar və 15.000 əskər cəlb olunacaq. Yəqin ki, Almaniyada hələ də davam edən Amerikalı və Alman hərbçilərin birgə PUA gəmi təlimləri də məqsədliymiş. Yerli və sosial xəbərlərlə davam edirik. Son vaxtlar, ümumiyyətlə yaz gələndən yağan yağışlar bir sıra bölgələrdə çox ciddi fəsadlar törədib. O bölgələrdən biri də Xaçmazdır. Körpülər uçub bəzi ərazilərdə, yollar yararsız hala düşüb, elektrik, qaz xətti zədələnib. Mövcud vəziyyətlə bağlı həmən o zədələnən, müəyyən uçulan yerlərdə su basan və yağışın fəsad törətdiyi ərazilərdə olmuşuq. Və çox maraqlı bir sujet təqdim edəcəyik. Doğrudan da insanların həyat bacaları tam yararsız haldadır. Görək, mövcud vəziyyətlə bağlı rəsmi qurum hansı mövqedədir? Sel suları nəticəsində bizim də körpümüzü su aparmışdı. Şagirdlərin gediş-gəlişində ciddi problemlər yarandı. Evdə dağılıb, zabır dağılıb, hamısı ev gedib. Yaşayış mümkün deyil. İcra hakimiyyətindən gəlmişdilər, hamısı gəldilər, köməklik göstərdilər. Buradan ailənin çıxmaq üçün də. Bu ilki gələn sellər mənim bu evimi bu günə qoydu. Buradan təxliyə olunduq, təzə evlə təmin olunacaq. Dövlətimizə minnətdaram. Çox ziyan vurub, əşyalarımı aparıb, evimi dağıdıb, evim uçulub. Dərhal gəldilər, icra nümayəndəsi, Fövqəladə Hallar Komissiyası gəlib nəzərə alıblar. Yəni köməklik eləyirlər. Keçən il deməli aprel ayının 16-sında gələn sel nəticəsində qardaş mənim evim qəzalı vəziyyətdə düşmüşdü. Bu il də yenə həmin təkrarlandı, yenə sel gəldi. Lap da üzərində ev yıxılır. Çıxmışıq, yəni təxliyə olunmuşuq. Mart ayının sonu, aprel ayının əvvəllərində şimal regionunda yağan aramsız leysan yağışlar nəticəsində bütün rayonlarda olduğu kimi Xaçmaz rayonunda da bol sulluq qeydə alındı. Rayon ərazisindən keçən çaylarda daşqın halları qeydə alındı və rayon ərazisində 1022 evdə su basma hadisəsi qeydə alınmışıq. Qısa bir zamanda rayon Fövqəladə Hallar Komissiyası toplanaraq müzakirələr apardı və bütün bu sel suları basmış ərazilərdə baxış keçirildi. 41 vətəndaşımızın yaşadığı Samurçay qəsəbəsində yol tam yularaq, yol kənddən qəsəbə ilə əlaqə tamamilə kəsilmişdi. 2 elektrik dirəyi aşmışdı. Qısa bir zamanda Azərişıq tərəfindən və Azəravtoyol tərəfindən kəndə, qəsəbəyə gediş-gəliş bərpa edildi. Köməksiz vəziyyətdə qalan 37 nəfər tam təhlükəsiz şəraitdə təxliyə edildi və müvəqqəti məskunlaşmaq üçün yaşayış şəraiti ilə təmin ediliblər. 2 körpümüz qəzalı vəziyyətə düşmüşdür. Birində hal-hazırda nəqliyyatın hərəkəti qismən bərpa edilib piyadalar üçün və yüngül minik avtomobillər üçün.
Digər Aşağı Zeyd və Çılğır kəndlərini birləşdirən avtomobil yolu isə hərəkət tamamilə məhdudlaşdırılmışdır. Amma buna baxmayaraq Azəravtoyol tərəfindən qısa bir zamanda operativ olaraq kənd əhalisinin gediş-gəlişini təmin etmə məqsədi ilə alternativ körpü müvəqqəti olaraq bərpa edilmiş və əhalinin istifadəsinə verilmişdir. Su basmasına məruz qalmış 1022 evin hər birinə fərdi olaraq baxış keçirilir tərəfimizdən. Hal-hazırda 18 evin tikintisi üçün Cənab Prezident tərəfindən vəsait ayrılmışdır və qısa bir zamanda da həmin evlərin tikintisi təmin ediləcək. İşlərimiz də bütün il boyu davam etdiriləcək. Xüsusilə bu seldən, sudan zərər çəkən bu cür məsələlərdən müəyyən bir zədə görən evlər və onun sakinləri dövlət başçısının son sərəncamı ilə belə bir xüsusi və mühüm bir sənəd olaraq artıq evlərinin bir qisminin təmir olunması və yaxud da ki, yolların bərpası və s. bu istiqamətdə də göründüyü kimi işlərə başlanılıb və Xaçmazda da belə anlaşıldı ki, bu istiqamətdə işlər gedir. Və sakinlər də verdikləri müsahibələrdən və danışıqlarından belə bilindi ki, onlar mövcud vəziyyətdən və işin gedişatından razıdırlar. Yəni, müəyyən evlə təmin olunması istiqamətində və onlara göstərilən köməklə bağlı. Hər halda, təbii ki, bu cür addımların atılması çox təqdir olunur. Xüsusən də bu cür məsələlərdə, məsələn, yağışdır və yaxud da ki, seldir, daşqındır, bu kimi hallarda dövlətin vətəndaşın yanında olması təqdir olunması və sevindirici haldır. Abşeron rayonu Saray qəsəbəsinin Ənvər Məmmədxanlı küçəsi var. Bax, bu küçənin bir qrup sakini uzun illərdir ki, yolsuzluqdan əziyyət çəkirlər. Qışda palçıq, su, yayda isə toz torpaq. Onları artıq təngə gətirib. Aidiyyəti qurumlardan da ümidləri kəsiləndə zəng ediblər bizim qaynar xəttimizə ki, bəlkə məsələ ictimailəşdirilsə, ondan sonra problemdə bir çarə ola. Biz də gedib işıqlandırmışıq. Görək həmən ərazidə, yəni Ənvər Məmmədxanlı küçəsində vəziyyət nə yerdədir və sakinlərin əsas problemi nədən qaynaqlanır? Taksi gəlir, dönür bu yana, dönən kimi deyir ki, məni hara gətirmirsən? Mən buradan o yana gedə bilmərəm, mən buradan qayıdıram. Buradan kanalizasiya çəkirdilər, bizi aldatdılar ki, biz düzəltmişdik yolu. Bizi aldatdılar ki, biz sonra asfalt çəkəcəyik bura. Elə də dağıtdılar bizim tiktiklərimizi, dağıtdılar, tökdülər, çıxdılar, getdilər. Abşeron rayonu Saray qəsəbəsi Ənvər Məmmədxanlı küçəsində yaşayan sakinlər yollarının bərbad vəziyyətdə olmasından şikayətlənirlər. Onlar iddia edirlər ki, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də onların şikayətlərinə baxan yoxdur. 20 ildən artıqdır ki, bu cür vəziyyət hökm sürür və ərazidə 5000-ə yaxın sakin yaşayır. Bütün ucqar qıraqlarda hamı yolu asfaltdır, bizim yolumuz asfalt deyil. Yağış yağanda evlər suyun içindədir, başına dönərəm. Bu yolu asfalt eləyin, uşaq aparırıq, gətiririk, yaşlı adamım ayağımı ilişir, yıxılır. Vəziyyətimiz çox ağır, acınacaqlıdır. 2005-ci ildən ev tikmişəm, burada yaşayıram. Bu neçə ildir yaşadığım gündən bu günə qədər burada asfaltlama, yol işi görülməyib. Marşrut işləyir, marşrut da çox çətin vəziyyətdə. İçi toz, atlanıb düşmək, qaz 52-də gedirsə elə bir. Taksi çağırırsan, taksilər rahat gəlmir. Küçənin adı yox, qapıların nömrəsi yox. Təcili yardım çağırırsan, ünvan verə bilmirik. Həm yol xarabi gəlmir. Uşaqlar məktəbə gedmək avtobuslarına gedirlər, çox çətinliklə vaxtında gələ bilmir marşrut. Mən 11 ildir buradayam, vallahi elə həmişə özümüz düzəltmişik. Yəni budur, görürsünüz də nə gündədir. Biraz da yağış yağdı, vəbşə gəzmək mümkün gəlmir. Uşaqların hamısı məktəbə gedir, bağçaya gedir. Yağış oldu, pis qalırıq elə-belə. Yəni marşrut da bir o qədər heç yaxşı gəlib getmir yola görə. Yol gedib gəlmir, hamı toz torpaq hamısı doğru evə. Gözünü görürsünüz də quruntava yoldur. Burada asfalt olsa daha yaxşı olur, düzəlsə daha yaxşı olur. Aşağıda elə yerlər var ki, bizim körpə uşaqlarımızı qucağımızda yalnız keçirək, ayağımıza çəkmə geynək keçirək. Maşın gedəndə toz evin içinə dolur. Biz özümüz öz hesabımıza bir də bu kanalizasiyanın üstünü bağladıq. Yollarımız, bax, gücümüz buna çatır. Bundan oyanıb gücümüz çatır. Dəfələrlə pul yığmışıq. Maşın gedir, ondan sonra iri maşın, xırda maşın 3 gün, 5 gün yenə yolumuz bu bərbad hala düşür. Maşınlar tez-tez qırılır, yol düzəltmək lazımdır mütləq.
Nə vaxtdandır bu problem belədir? Sizin Vallahi bir 2 ildən artıqdır mən burada işləyirəm. Bu marşrutda elə belədir, bu cür nədir? Saray qəsəbə bələdiyyəsindən isə bildirilib ki, Saray qəsəbəsində ümumilikdə 378 küçə mövcuddur. Qeyd olunan Ənvər Məmmədxanlı küçəsində də həm icra nümayəndəliyi, həm də qəsəbə bələdiyyəsi tərəfindən bu vaxta qədər abadlıq işləri görülüb. Çınqıl və müxtəlif yol örtükləri tökülərək yayılmışdı. Buna baxmayaraq küçənin asfaltlanması Saray bələdiyyəsinin planına daxil edilib və bələdiyyənin büdcəsi formalaşdıqca küçələrin asfaltlanması nəzərdə tutulmuşdu. Yəni belə başa düşdüm ki, küçə heç vaxt asfaltlanmayacaq. Çünki bələdiyyənin öhdəsinə qaldısa, çətin ki, orada asfaltlanma işlərindən söhbət gedə. İndi açıq və səmimi danışsaq, indiyə qədər mən bir bələdiyyənin hardasa bir yeri asfaltladığını şahidi olmamışam. Siz şahid olmusunuzsa nə gözəl. Yəni bələdiyyə ola bilər. Misal üçün çınqıl tökər, bəlkə məsələn hansısa bir formada texnika gətirər, yolu düzləşdirər və s. Amma onun hələ də asfalt işi ilə məşğul olduğuna şahid olmamışam. İndi desək və soruşsaq, deyəcəklər ki, nə bilim, büdcəmiz formalaşmayıb və yaxud da ki, nə bilim, müəyyən vəsaitimiz yoxdur və bu qəbildən olan müəyyən bəhanələr. Amma digər ki, görürsünüz ki, hətta ev, qapı-qapı, mənzil də müraciət olunub, bələdiyyəyə vəsaitlər toplanır. Adamlar da hətta toplanmanı itməyəndə, yəni vəsaiti ödəməyəndə də müəyyən hətta təhdid olunanlar da var. Yəni ki, bələdiyyənin pulunu verin. Verdilər. Amma digər ki, nəticə də bax, bu cür olur. Yəni, daha doğrusu nəticəsiz olur. Ona görə də indi bu cür qəsəbə yolları müəyyən bir formada bələdiyyənin balansında olduğuna görə belə bir vəziyyət yaranır. Və bələdiyyə də çətin ki, bu qəbildən olan küçələri və yolları asfaltlasın. Amma yol birdirmi? Yox. Yəni, baxsaq, istər Saray qəsəbəsi olsun, istər Bakının ətraf kənd və qəsəbələrində bu cür küçələrə rast gəlmək olar. İstərsə də ölkənin ikinci böyük şəhəri olan Gəncədə. Bəli, Gəncənin Qırmızı kənd qəsəbəsində də analoji vəziyyət hökm sürür. Bir tərəfdən yol problemi, digər tərəfdən də ictimai nəqliyyatın olmaması. Yenə sarayda heç olmasa ictimai nəqliyyat var. Sakinləri çətin vəziyyətdə qoyub Gəncədəki bu Qırmızı kənd qəsəbəsində yaşayan sakinləri. Bəs görəsən aidiyyəti qurumlar məsələnin həlli ilə bağlı nə deyirlər? Ümumiyyətlə çıxış yolu var, yoxsa yox? Gəlin süjetə baxaq. Yolumuz çox bərbad haldadır deyən bura nəqliyyat vermirlər ki, yolumuz bərbad haldadır. Yağış, qar yağanda uşaqlarımız məktəbə gedə bilmirlər, işə gedənlərimiz gedə bilmirlər. Heç bir marşrut xətti yoxdur. Asfaltı bərbad vəziyyətdədir. Taksi çağırırıq, gələn olmur. Gəncə şəhəri Qırmızı kənd qəsəbəsi Hüseyn Hüseynli küçəsinin sakinləri yaşadıkları ərazidə yolların baxımsız olması və əraziyə ictimai nəqliyyatın işləməməsindən şikayət edirlər. Problemin televiziyamız vasitəsilə işıqlandırılmasını istəyən sakinlərin sözlərinə görə onların bu məsələlərlə bağlı əlaqədar dövlət qurumlarının müraciətlərinə hələ ki müsbət reaksiya verilməyib. Qurumlardan xahiş edirik ki, bizə köməkli eləsinlər, bu yol düzəlsin. Nəqliyyat versinlər, çətinlik çəkirik burada. Bizə bir yardım əli uzatsınlar, qadanım. Əvvəlcə yollarımızın indi gülflərindən nə keçir, onu yüngülvari, məsələn, asfaltlanmasına kömək eləsinlər. Küçəmizin işıqlandırılmasına kömək eləsinlər. Bir yüngülvari bizə nəqliyyatla bizi təmin eləsinlər. Yolumuz yoxdur, asfaltımız yoxdur. Yola biraz biz tərəfə də asfalt salınsın, biz də rahat olaq. 1990-cı ildən burada yaşayırıq. Burada 8-9 dənə küçədir. Bu 8-9 küçənin cəmaatı çox əziyyət çəkir. Burada hardasa 4.000-500.000 əhali yaşayır. Ancaq buranın avtobus xətti yoxdur. Biz getdik icra hakimiyyətinə. İcra hakimiyyəti deyir ki, bizim büdcədə pulumuz yoxdur. Biz bilmirəm hara müraciət edir, kimə müraciət edir.
Sakinlərin şikayəti ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən bildirildi ki, onlar İcra Hakimiyyətində qəbul edilib, müraciətləri dinlənilib, aidiyyatı qurumların nümayəndələr tərəfindən əraziyə baxış keçirilib. Sakinlərə məlumat verilib ki, Gəncə şəhərində həyata keçirilən abadlıq və yenidən qurma tədbirləri çərçivəsində küçə və prospektlərin mərhələli şəkildə asfaltlanması nəzərdə tutulur. Qeyd olunan ərazidə də növbəti mərhələdə asfalt işləri görüləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözgedən ərazidə yol infrastrukturu qənaət bəxş deyil. Yol infrastrukturu ictimai nəqliyyat vasitələrinin təhlükəsiz və sərbəst hərəkəti, manevr etməsi üçün imkan verdiyi təqdirdə marşrutla əlaqələndirmə mərhələsinə baxıla bilər. Bu da belə öyrəşilmiş və öyrəşdiyimiz bir açıqlamadır. Mərhələli şəkildə və nə vaxtsa həll olunacaq. Amma konkret bir cavab yoxdur. Yəni, bununla sanki rəsmi qurum nəsə dedi və nəsə açıqlama verdi. Amma bu nə vaxt olacaq onu deyən yoxdur. Mərhələli şəkildə. Bu mərhələ hansı yerdədir? Hal-hazırda hansı mərhələdən gedir söhbət? Bunu da deyən yoxdur. Bəzən olur, deyək ki, İcra Hakimiyyətinə müraciət edirik ki, filan məsələ ilə bağlı filan iş nə yerdə olacaq, nə vaxt öz həllini tapacaq, belə cavablar verilir, mərhələli şəkildə. Yəni, desək ki, məsələn, bugün filan yeri asfaltlayırıq. Misal üçün, bir ay ərzində filan küçələr asfaltlanacaq. Məsələn, bir 6 aydan sonra da gəlib, bax, bu küçəyə vaxt çatacaq, növbə çatacaq. Amma bunu deyən yoxdur, mərhələli şəkildə, ümumi. Yəni, bu o deməkdir ki, yəni gözləyin. İndiyə qədər, yəni orada şəxslərdən biri dedi ki, 90-cı ildən burada yaşayıram. Artıq 36 il eləyir. Bir 36 ildə yazıq gözləsin ki, görək, haçan onların məhəlləsinə küçələrinə asfalt çəkiləcək və yaxud da ki, marşrut işləyəcək. Marşrutun gəlib getməsə, yollar da çox dar olduğundan görünür, müəyyən bir formada orada hərəkət etmək problemi var. Amma istənilən halda, yenə heç olmasa asfalt olsaydı, insanlar öz fərdi minik vasitələrinlə avtobus ayağına, yəni o dayanacağa qədər gedib çıxardılar. Son vaxtlar bəzi sosial şəbəkələrdə saxta profillərdən qarşılaşırıq. Görürük, 100 dənə, 1000 dənə fərqli adlarda profillər var. Bilmirsən arxasında dayanan kimdir, nədir və ümumiyyətlə niyə var. Bu tip profillərin yaradılmasının məqsədi isə başqadır. Bəs dezinformasiya xarakterli məlumatlar yayan şəxslərə qarşı hansı tədbirlər görülür? Əlbəttə ki, kimsə bu cür bir profil yaradıbsa, sosial şəbəkə hesabı açıbsa, demək ki, o adam nəsə düz paylaşmayacaq və ya hansısa bir formada özünü gizlətməyə çalışır. Bax, bu kimi profillərin bağlana biləcəyi və ya ümumiyyətlə qadağan oluna biləcəyi qeyd olunur. Araşdırmışıq, görək məlumat nə dərəcədə həqiqətə uyğundur və gəlin süjetə baxaq. Sosial şəbəkələrdə çoxsaylı saxta hesablarla rastlaşırıq. Bu cür fake hesablardan istifadə edənlərin əksəriyyətinin əsas məqsədi şəxsiyyətini gizlədərək dezinformasiya yaymaq, kimlərinsə ünvanına təhqirlər, söyüşlər və ya narahat edici mesajlar, rəylər yazmaqdır. Uşaqlar girir və orada müəyyən bir şeylər var ki, 18 yaşına kimi baxmaq olmaz, ona baxırlar. Məncə vəbşi olmasa daha yaxşı olar sosial şəbəkələr. Fake profildən istifadə belə deyək də bir növ cəsarət verir ki, təhqir yazsınlar, yalan məlumatlar paylaşsınlar. Ümumiyyətlə sosial mediada bu növ məsələlərə nizamlasalar və müəyyən bir nəzarət mexanizmi olsa, məncə daha yaxşı olur. Bir şəxsin bir neçə profil olduğu halda ya profil oğurlanır, ya saxta profildən saxta adla dələduzluq etmək üçün müəyyən profillər yaradıb, belə cəmaatı narahat edirlər, cəmaatı aldadırlar. Ona görə belə bir nəzarət mexanizmi olsa, mən şəxsən birinci növbədə dəstəkləyərəm. Yeri gəlmişkən Yunanistanda saxta sosial şəbəkə profili açmaq qadağan olunub. Artıq hökumət bunun qarşısını almaq məqsədi ilə sosial mediada anonimliyi qadağan edən plan üzərində işləyir. Belə ki, bundan sonra hər kəsin ancaq bir rəsmi hesabı olacaq. Yəni, hər bir profilin real şəxsə uyğun olması təmin ediləcək. Bəs bu mexanizmi Azərbaycanda tətbiq eləmək mümkündürmü? Azərbaycanda da bu istiqamətdə əslində müəyyən addımların atılması mümkündür. Ancaq burada çox incə balans qorunmalıdır. Bir tərəfdən ki, təhlükəsizlik və etik davranış
təmin olunmalıdır. Digər tərəfdən isə şəxsi məlumatların qorunması və istifadəçi hüquqları məhdudlaşdırılmamalıdır. Sosial şəbəkələrə girişin sima tanınma texnologiyası ilə həyata keçirilməsi texniki olaraq əslində mümkündür. Amma bu birbaşa dövlət səviyyəsində tətbiq edilə biləcək sadə məsələ deyil. Çünki bu platformalar məsələn Meta, Google kimi qlobal şirkətlər tərəfindən idarə olunur və onların öz siyasətləri var. Eyni zamanda sima tanıma kimi texnologiyaların tətbiqi ciddi məxfilik və etik suallar yaradır. Bu xüsusilə uşaqların qorunması baxımından müsbət təsir göstərə bilər, amma paralel olaraq məlumat təhlükəsizliyi və sui-istifadə riskləri də nəzərə alınmalıdır. IP ünvanlar və digər rəqəmsal izlər vasitəsilə saxta profillərinin identifikasiyasını həyata keçirmək mümkündür. Lakin proses çox mürəkkəb olur və əksər hallarda operativ nəticənin əldə olunmasına çətinləşdirir. Bu baxımdan da müasir texnoloji həllərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Məsələn, sima kimi identifikasiya sistemləri vasitəsilə sosial şəbəkə hesablarının yaradılması mexanizminin tətbiqi istifadəçilərin şəxsiyyətini daha dəqiq müəyyən edilməsinə imkan verə bilər ki, bu da öz növbəsində anonimlikdən sui-istifadə hallarının qarşısını almağa, sosial şəbəkələrdə cinayətlərin sayının azalmasına müsbət təsir göstərə bilər. Mütəxəssislərin fikrincə bu qərarın tətbiq olunması klaviatura canavarlarının sayını azaldacaq. Nəticədə isə nə təhdid, nə təhqir, nə də ki, dələduzluq halları olacaq. Bəli, bir də o dırnaqarası klaviatura qəhrəmanları başa düşsələr ki, onlar nə qədər, belə desək, saxta profillər açsalar da, onlar bu vasitə ilə, deyək ki, saxta informasiya yaymağa cəhd göstərsələr də və yaxud da ki, kimisə təhqir etməyə çalışsalar da, inansınlar və əmin olsunlar ki, onları tapmaq bir o qədər də çətin deyil. Yəni, məqsəd və niyyət budursa, siz elə saxta profilinizi indidən bağlayın. Çünki istənilən formada və istənilən vaxt sizə çatmaq çox rahatdır. Gördükləriniz və göstərdiklərimiz bugün üçün bunlar idi. 24 saatda sizinlə mən Xəyal Orucoğlu idi. Yeni gündə yenidən görüşmək ümidi ilə hələlik.